Hörmətli izləyicilərim, yadınızdadırsa dünənləri mən cücədən buğlama hazırlamışdım. Çəkilişim yaxşı çıxmadığına görə mən bunu edərkən sizlə bölüşdürməyə istəmədim. Hazır olduqdan sonra isə TikTokda sizlə bölüşdüm. Dünənki hazırladığımız buğlama cücə ətindən idi. Amma bugün isə mal ətindən, kotletlə, tava necə deyirlər, kotleti, qazan kotleti kimi hazırladım. Düzdür, bunu da canlıda göstərdiyimə görə çəkilişdə çəkə bilmədim, amma indi isə sizə bunu təqdim edirəm. Demək, bunu necə hazırladım? Kotlet düzəltdim, üstünə halqa soğan, pomidor, biber, acı biber, alça, duz üstü sumaq və petruşkadan istifadə elədim. Dünən də bunu eyni ilə elə etmişdim. Fərqi ondaydı ki, dünən həyət cücəsindən eləmişdim, çolpadan eləmişdim. İndi də bunu canlıda bölüşdüyümə görə sizinlə çəkiliş edə bilmədim. Bunu hazırını sizə göstərirəm. Hazırın deyəndə ki, qazda sizə göstərirəm, otda. Bunu vamxotda qoymuşam, dünənki kimi. Bu öz sokunda bişir. Redki hallarda mən buna yağ əlavə edirəm. Onu da sızma zeytun yağı, az da kapli olsa edirəm. Amma dünən bugün mən bunu istifadə eləməmişəm yağdan, bunu bişirərkən. Vamxodda bunu qoymuşam ki, bir neçə sahada bu öz vamxodu ilə bişsin və sizə göstərim. Sizinlə bölüşüm. Dünənki də çox ləzzətli idi. Elə bil ki, diyetik bir şey yedim. Çörəkdən istifadə eləmədim. Bu arada sizdən üzr istəyirəm. Buna badımcan da əlavə eləmişəm. Dünən badımcan da markov da əlavə etmişdim. Amma bir markov əlavə etmədim. Badımcan halqa-halqa doğrayıb əlavə etdim. Doğrudan da elə bil ki, mən dünən elə rahat oldum, yatdım. Elə bil ki, mən heç nə yeməmişdim. O dərəcədə mənə dietik təsir bağışladı. Bu çox gözəl xörəkdir, təbiidir, adama yaxşı təsir göstərir. Mümkünsə siz də bundan tez-tez istifadə eləyin. Bişəndən sonra, hazır olandan sonra mən sizə yenə bunu təqdim edəcəm, sizinlə bölüşəcəm. Hələlik vaxtınızı aldığıma görə üzr istəyirəm.